Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bi təqvallah. Əziz möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Əziz Peyğəmbərimizdən bir hədis oxuyurduq. Axirət zamanın əlamətləri barəsində Peyğəmbər Əkrəm bizlərə xəbər verirdi. Və elə bir hissəsinə gəlib yetişmişik ki, bugünkü mövzumuzla, xalis niyyətlə elə birbaşa əlaqəsi var. Peyğəmbər Əkrəm Həzrət Səlmana xitabən buyurdular: Ya Səlman və indaha yahuccul əğniyəu ümməti linnuzhə. Ya Səlman, bir zaman gələcək ki, ümmətimin varlıları fərəhlənmək üçün həccə gedəcəklər. Ki, mən də həcdə olmuşam və bu cür insanlar görmürsünüz. Məsələn, sanki adamın gözüm deşir ki, mən həcdə olmuşam. Allah qəbul eləsin. Məsələn, mən də namaz qılmışam. Həcc, namaz, bunlar İslamın ibadı növləridir də. Biri hər gün qılınır, biri ömürdə bir dəfə vacibdir. Bir zaman gələcək, əziz Peyğəmbər buyurur ki, varlılar həcci fərəhlənmək üçün yerinə yetirəcəklər. Və yəhuccul əvsatuhə litticarə. Orta səviyyənin ümmətimin insanları da ticarət üçün həccə gedəcəklər. Gedir, məsələn, orada biraz qırqızıl ucuzdur, qırqızıl alıb götürsün, satsın. Telefon ucuzdur, telefon alıb götürüb satsın. Və bəzi hallarda da acı həqiqətlər də olsa belədir ki, gelirsən. Peyğəmbər Əkrəmin hərəmi qalıb bir tərəfdə, insanlarımız qızıl dükanlarındadır. O da olar, almağın da bir eybi yoxdur ki. Lakin niyyət bu olmamalıdır. Bir nəfər xalis niyyətlə getsin, onu da alsın. Evinə, eşiyinə hədiyyə alır, oğluna cehizlik alır, yaxşı iş görür. Amma niyyəti evdən çıxanda bu olmasın. Gedərkən bu olmasın. Və yəhudcu fuqarauhum lirriya və sum'ə. Kasıbları da ümmətimin riyakarlıq üçün, göstəri üçün həccə gedərlər. Cəmiyyətdə, məsələn, özünə bir yer tapa bilməyib, istəyir ki, həcclə özü üçün bir xüsusi belə çəki tapsın cəmiyyətin içində. Çox azdır o insanlar ki, özü başa düşür, deyir ki, mənə Allah rozu verib, mənim malım gəlib bir həddə çatıb ki, mənə həcc vacib olub, Allahın ibadəti mənə vacib olub, mən gedirəm həccimi yerinə yetirəm, o Allahın vacibatına əməl etmək üçün. Allah eləməsin, birdən dünyadan köçərəm, mən həccimi yerinə yetirmərəm. Bu cür insanlar var, mən bu cür insanlar görmüşük, tanıyırıq, siz də tanıyırsınız. Adam görmüşəm, vacib işlərini təxirə salıb, nə bilim, ev almağını təxirə salıb, maşın almağını təxirə salıb ki, mən bunu sonra görə bilərəm, amma Allahın vacibatını gedim yerinə yetirim, ömrə vəfa yoxdur. Bu məqsədlə biz həccimizi yerinə yetirməliyik. Amma Peyğəmbər Əkrəm buyurur ki, bir zaman gələcək, bu cür olmayacaq. Böyük əksəriyyətdə bu cür olmayacaq, Peyğəmbər Əkrəm buyurur. فَعِنْدَهَا يَكُونُ أَقْوَامُ يَتَعَلَّمُونَ الْقُرْآنَ لِغَيْرِ اللّٰهِ. Belə bir zaman gələcək ki, çoxları Quran öyrənəcək, amma Allah üçün yox, Allahdan qeyriləri üçün. Başqa səbəblər, başqa məqsədlər üçün Quran öyrənəcəklər. Və yəttəxizunəl məzamir. Boş şey kimi baxacaqlar Qur'anın hökmlərinə. Və yəkunu əqvamu yətəfəqqəhunə li qeyrillah. Şəriət məsələlərini, din elmlərini Allahdan başqası üçün öyrənəcəklər. Bu cür insanlar var. Ya elə qəsdi pul qazanmaqdır bu yolla, Allah dinin, Qur'anın ticarətə çevirsin. Ya bunun vasitəsilə daim mübahisə aparsın. Bu cür adamlar da var. İşi gücü 2 dənə şər'i hökm öyrənib, 1 dənə hədis oxuyur, 5 dənə ayə əzbərləyir, fikri, zikri ancaq bəhs eləməkdir. Bir əməl elə, özün əməl elə, ondan sonra da bəhs eləyərsən yeri gəlsə. Bəzi firqələr var bu cür. Ayə əzbərləyirlər. Gedin, baxın, əzbərlədikləri ayələr yalnız və yalnız məzhəblərə irad bildirmək üçündür. Başqa bir ayə bilmirlər. Ged ondan bir dənə əhkamı məsələdə ayə soruş,
bəlkə bilmir. 10 dənə, 20 dənə şablon, bunlar üçün cızılmış ayələr var, əzbərlətdirirlər, ancaq bu cür cavab verməz. Yəni, qəsdi bunun Quranı əməl etməkdir ki, qəsdi bunun Qurandan ancaq cavab verməkdir, irad bildirməkdir, şübhə yaratmaqdır. Peyğəmbər Əkrəm deyir, bax, belə bir zaman gələcək. Belə bir zamanda məqsədləri bunların Allah deyil, din deyil. Allah dinini öyrənməliyik, Quran-ı Kərimi öyrənməliyik, oxumalıyıq. Birinci buna görə ki, bizi islah eləsin. Özümüz islah olmadan kimi islah eləmək istəyirik ki? Ki, Peyğəmbər Əkrəm buyurur, özünüzü islah etmədən cəmiyyətin islahına qalxmayın, yanarsınız və yandırarsınız. Elə bir özün paçlan, özün düzən, ondan sonra sən hansı əqidəyə, hansı kimlərəsə əməlinə bir irad bildirməyə qalx ki. Və yəksuru əvladu zina, belə bir zaman gələr, Həzrət Peyğəmbər Əkrəm buyurur ki, zinadan əmələ gələn evladlar çoxalar. Dəhşətli bir statistika oxudum, insan həqiqətən dəhşətə gəlir. Bir ilin içində zinadan dünyaya gələn insanlar, yəni qeyri-qanuni dünyaya gələn insanlar. Dəhşətli bir rəqəm idi. Müsəlman cəmiyyətində. Birdən belə bir hal, bizim dinsiz yaşadığımız zaman tarixdə deyirlər ki, Sovetlər dönəmi olub da, deyilənə görə ateizm var idi, Allahsızlıq var idi. Böyüklər burada da təsdiq eləyərlər bu sözü. Belə bir şey birdən baş versəydi, onu o qədər gizlətməyə çalışardılar. Bugün rahat-rahat çıxıb onu televiziyada danışırlar. Qanunsuz evlad dünyaya gətirməyi. Bu günləri İslama irad bildirirlər ki, İslam çox arvadlılığa icazə verir. Ən azından arvad almağa icazə verir də. Amma çox üzr istəyirəm, başqaları ilə orada, burada, xəlvətdə cürbəcür macəralar yaşayıb, evlad dünyaya gətirməyə pis baxmır cəmiyyət. Bu çox dəhşətli bir haldır. Bu rəqəmlər ki, o zinadan dünyaya gələn evladlar var, onlar sabah bizim cəmiyyətimizin içinə qarışacaq. Bizim evladlarımız ailə qurmağa qalxanda nə qədər incəliklə sən bunu seçimini eləyə biləcəksən? Səhər onlar istəsək, istəməsək də qohumluq əlaqələri yaranır, nəsillər xarab olur, köklər korlanır. İslam çox arvadlılıq təbliğ eləmir. Bu sözü deyənlər İslamın öncəsindən xəbər olmayan insanlardır. İslama qədər hər nə qədər istəsən arvad saxlaya bilərdin və arvadın da heç bir hüququ, dəyəri yox idi. İslam gəldi, bunu azaltdı. Dedi ki, maksimum 4 dənə ala bilərsən. İslam çox arvadlığa icazə vermədi. Azaldıb. O cəmiyyət üçün mümkün olan hədd dedi ki, ən çoxu budur ki, 4 dənə. Ardınca Peyğəmbər nə dedi? Biri ilə kifayətlən söz bu imana daha yaxındır. Peyğəmbər demədi ki, gedin çoxlu arvad alın. Özü bir nümunə göstərdi. Xanım Xədicə ilə 25 il ailəli oldu, heç bir ikinci xanımla ailə qurdu. Peyğəmbər məsləhət üzü ilə 55 yaşından sonra Mədinəyə köçəndən sonra Məkkəlilər, orada nə qədər şəhid verəndən sonra xanımlar o vaxt idarələr yox idi, iş yerləri yox idi, harada gedib işləyirdilər. Onlara sahib çıxmaq üçün o dövrdə Peyğəmbər və onun əshabı ikinci, üçüncü ailələri götürürdülər öz himayələrini. İslam bunu təbliğ eləmir ki. Bugün də həqiqətən ailə gözü ilə baxan insanlar varsa, çox çətin bir məsələdir. Amma buna gəlib, İslamın bu cür dəyərlərinə irad bildirənlər heç gəlib bu günləri cəmiyyətdə bu qədər qeyri-qanuni evladların dünyaya gəlməyinə irad bildirmirlər. Bunu qəbul edirlər, bunu həzm edirlər, bundan danışırlar, bunu cəmiyyətə cürbəcür vasitələrlə təbliğ edirlər. Qorxulusu da budur. Və Həzrət buyurdu, وَيَتَغَنَّوْنَ بِالْقُرْآنِ Qur'anı qınanla oxuyarlar. Qur'anın həqiqəti qalar kənarda, o səs yarışmalarına çıxarlar Qur'anda. Qur'anı gözəl avazla oxumaq gözəldir, ya. Qarışdırmayaq məsələni. Hədislərimizdə də var.
Qur'anı gözəl avazla oxuyun, gözəl səsinizlə zinətləndirin, hədislərimiz var. Amma ғina bir başqa mövzudur da, ғinaya gedib çıxmamalıdır, o musiqi boğazlarına gedib çıxmamalıdır Qur'an oxuyan qardaşlarımız. Və yətəhafətuna bid-dunya və insanlar dünya üstündə bir-biri ilə yarışa çıxarlar. Dünya maraqları üçün yarışırıq. Evlərimiz, maşınlarımız, geyimlərimiz və sair və ilaxır məsələlərimiz. Heç imanda bir-birimizlə yarışmırıq. Quran deyir ki, imanda bir-birimizlə yarışın. İmanlı olmaqda, təqvalı olmaqda, Allaha yaxınlaşmaqda bir-birimizlə yarışın. Həqiqətimizdən uzaqlaşdıq, dəyərlərimizdən uzaqlaşdıq. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəala bizləri həqiqi İslam dəyərlərini başa düşüb, anlayıb, onlara ixlasla əməl edən bəndələrindən qərar versin inşallah.